Salam əziz müəllimlər, dəyərli MİQ və sertifikasiya namizədləri. Hər birinizi salamlayıram. Bugün natural ədədlərə aid olan sırf MİQ səviyyəli sualların davamına baxırıq. Diqqətlə qulaq assaz və qeydlər aparsaz, burada çox şeylər öyrənəcəksiniz. İndi isə vaxt itirmədən suallara başlayaq. Sual nömrə 1. AB daxildir N, A vur 2B plus 3 bərabərdir 630 olarsa, A-nın ala biləcəyi qiymətlərin sayını tapın. Diqqətlə baxırıq. AB daxildir N-ə. A vur 2B plus 3 bərabərdir 630-dur. Baxın, B də daxildir N-ə. Deməli, B nədir? B natural ədədlər daxildirsə, deməli, B böyükdür, bərabərdir 1-dən. 2B plus 3 bəs nədir? Deməli, 2B plus 3 isə artıq böyükdür, bərabərdir. Nə olur? 5-dən. Deməli, A vur 2B plus 3 bərabərdir 630-dan. A bərabər olur 630 böl 2B plus 3. İndi diqqət yetirdik. 2B plus 3 nədir? Hər zaman tək ədəddir. Hər zaman tək ədəddir. Deməli, nəyə diqqət yetiririk? Hər zaman əgər tək ədəddirsə, deməli 630-un tək bölənlərinin sayını tapsaq, tək natural bölənlərinin sayını tapsaq, biz eyni zamanda yəni 630-u birdən yəni tək natural bölənlərinin, yəni 630-u tək ədədlərə bölsək, əgər 2B plus 3-ün ala biləcəyi tək ədədlərə bölsək, onsuz da alınan ədədlərin sayı elə A-nın ala biləcəyi qiymətlərin deməli sayına bərabər olar. Deməli 630-un deməli tək natural bölənlərinin sayını tapırıq. Ona görə ki 2B plus 3 hər zaman tək ədəd olur. 630-un tək natural bölənlərinin sayını tapmaq üçün 630-u sadə vurğuların hasili şəklində əvvəl göstərək. ...630 deməli bərabərdir. 2 üstü 1 vur 3 üstü 2 vur 5 üstü 1 vur 7 üstü 1. Deməli, tək natural bölənlər nə idi? 2-ni silirdik, qalanlarının natural bölənlərin sayını tapırıq. Tək natural bölənlər, yəni 2-yə bölünməyənlərin sayını tapırıq da. Yəni 2-ni silirik, qalanlarının natural bölənlərin sayını tapırıq. 3 vur 2 vur 2. 3 dəfə 2 6 vur 2 18. Eləmi? 18. Yox. 3 vur 2 6 6 vur 2 12 edir. 6 vur 2 12. Deməli tək natural bölənlərin sayı nə qədər oldu? 12 dənə. İndi nəyə diqqət yetiririk? Bax 12 görüb daha götürmürük. Nəyə diqqət yetiririk? 2B plus 3 burada nədir? Böyükdür, bərabərdir 5 olur. Yəni bütün tək natural bölənləri yox, 5-dən böyük tək natural bölənləri götürmək lazımdır. 5-dən ümumi 12 dənə tək natural böləni vardır. Amma oradan 5-dən az olanları oradan silmək lazımdır. Yəni mən 630-un 5-ə qədər olan tək natural bölənləri nədir? 1, 1-dir, 3-dür. 5 artıq buraya daxildir. Yəni 2 dənə tək natural böləni buradan çıxırıq. 12 minus 2 bərabərdir 10. Deməli 10 dənə 630-un 10 dənə həmin 5-dən böyük tək natural böləni vardır. Deməli 2B plus 3 10 dənə qiymət əgər ala bilirsə, 10 dənə tək qiymət ala bilirsə, deməli A da 10 dənə fərqli qiymət alır. Deməli burada nədir? A-nın ala biləcəyi qiymətlərin sayını tapın. Cavab eləyir 10. Davam edək. Bu növbəti misalda oxşar tip misaldandır. AB daxildir N-ə. Deməli B burada böyükdür, bərabərdir 1-dir.
2b plus 5 yenə də hər zaman tək qiymət alır və burada diqqət yetiririk. Bax, buradan alınır ki, 2b plus 5 hər zaman böyüdür, bərabərdir. 1 üstə b 2, 1 vur 2, 2, 2 plus 5 7. Böyüdür, bərabərdir 7-dən. Bunu bildik, təyin etdik. A nəyə bərabərdir? 1001 böl 2b plus 5-ə. Hamı buna bərabərdir. Və deməli 1001-in tək natural bölənlərinin sayını tapsaq, elə A-nın da sayını tapmış olarıq. Amma 7-dən böyük tək natural bölənlərin sayını tapmaq lazımdır. Ona görə ki, 2b plus 5 hər zaman 7-dən böyüdür, bərabərdir. Nə edirik? 1001-i sadə vurğuların hasili şəklində göstərmək lazımdır. Deməli, 1001-i sadə vurğuların hasili şəklində göstərmək lazımdır burada. 1001 nəyə bərabər? Deməli, 1001 7-yə burada qalır deməli 1001 bölə 7 1 140 bir dəfə getdi. Yox, bəli. 1 147 etməlidir. Belədir. Bəli. 147 bu da 11-ə 13 13-də 13-ə 1. 1000 deməli 1 bərabərdir 7 üstü 1 vur 11 üstü 1 vur 13 üstü 1. Hə, indi burada 2 onsuz da yoxdur. Olsaydı onları silərdik. Deməli tək natural bölənlərin sayı nədir? Yəni sayını tapırıq. Bu da eləyir. Deməli 6 dənə ümumi tək natural bölən sayı vardır. Amma 7-dən böyüklərini buradan çıxmalıyıq. 7-dən az olanları çıxırıq buradan. 7-dən az olanda bir dənə, 1001-in 7-dən az olan bir dənə tək natural böləni var. O da elə 1-in özüdür. Deməli 6-dan 1 çıxırıq, eləyir 5. Deməli 5 dənəsi ya burada bir dənə diqqətsizlik elədik deyəsən. 2 vur 2 4, 4 vur 2 8 eləyir. Bu 8-dir. 8-dən 1 çıxırıq. Bu da eləyir 7. Baxın bu formada tapıldı. Cavab da burada eləyir 7 demək. Cavab 7 eləyir. Baxın, bir dəfə də deyim. Ötəri formada izah edeyim ki, AB B-nə daxil olmalıdır. Onsuz da A da B də natural ədəddirsə, bu B-dən 1-dən böyüdür, bərabərdir olmalıdır. Deməli, burada B böyüdür, bərabərdir 1 olmalıdır. 2B plus 5 da var. 2B plus 5 deməli nədir? B 1-dən böyüdür, bərabərdir olduğuna görə 2B plus 5 də deməli 7-dən böyüdür, bərabərdir olmalıdır. 1001-i 7, indi A bərabərdir 1001 böl 2B plus 5 olduğuna görə deməli A deməli 2B plus 5 1001-in bölənləri olmalıdır və yəni tək natural bölənləri olmalıdır. Buna görə ki 2B plus 5 yalnız tək ədəd ola bilir. Və 1001-i sadə vurğuların hasili şəklində göstəririk. 1001 bərabər 7 üstü 1, 11 üstü 1, 13 üstü 1. 1001-in tək natural bölənlərinin sayı bərabərdir 8 edir buradan. Amma 1001-in bütün tək natural bölənlərin sayı 8-dir, düzdür. Amma 7-dən az olanları buradan çıxırıq. 7-dən az olanlar hansılardır? Ora bura aid olmamalıdır. 7-dən az olanda bir dənə natural böləni vardır, o da 1-dir. Yəni tək natural böləni var, o da 1-dir. Yəni onun sayı da belə 1-dir. 8-dən də 1 çıxır, eləyir 7. Deməli, A-nın ala biləcəyi qiymətlərin sayı da eləyir burada 7. Bu formada məsələ həll olundu.
Növbəti məsələyə baxaq. AB daxildir n, A vur 2B plus 5 bərabərdir 588 olarsa, A-nın ala biləcəyi qiymətlərin sayını tapın. Yenə də oxşar məsələdəndir. AB daxildir n, deməli B burada böyükdür, bərabərdir nədən? 1-dən. 2B plus 5 yenə də hər zaman tək ədəd ala bilir. Bu böyükdür, bərabərdir nədən? 7-dən. Aha. 2B plus 5 böyükdür, bərabərdir 7-dən. İndi diqqət yetirək. A nəyə bərabərdir? 588 böl 2B plus 5-ə. İndi deməli A A'nın da natural ədəd olması üçün bu 2B plus 5 588-in tək natural bölənləri, yəni 588-in natural bölənləri olmalıdır və 2B plus 5 yalnız tək ədəd olduğuna görə 2B plus 5 588-in tək natural bölənləri olacaqdır. 588-i tək natural bölənlərin sayını tapaq. Deməli bu eləyir 294 147 588 deməli bərabərdir 2 üstü 2 vur 7 üstü 2 vur 3 üstü 1. Tək natural bölənlərin sayı 2 plus 1 vur 1 plus 1. 6 dənə tək natural böləni vardır. Aha, bunu tapdıq, təyin etdik. 6 dənə tək natural böləni vardır. Amma 7-dən az olan tək natural bölənlərini çıxmaq lazımdır. Hansılardır onlar? Deməli 1-dir, 3-dür, 5 bura aid deyil. Deməli 2 dənəsi. 2 dənəsini çıxmaq lazımdır. Ona görə ki 2B plus 5 hər zaman 7-dən böyükdür, bərabərdir. 7 minus 2 5. Deməli burada da cavab nə edir? Cavab burada 5 edir. Cavab 5-dir. A-nın ala biləcəyi qiymətlərin sayını tapın. O da burada eləyir. Demək yəni 7 niyə yazdıq? Burada 6-dır. 6 minus 2 bu da eləyir. Deməli 4. 4. A-nın ala biləcəyi A-nın ala biləcəyi qiymətlərin sayı burada eləyir 4. Növbəti məsələyə baxaq. Yenə də oxşar tip məsələdəndir. Deməli burada oxşar tip deyil. Bu indi artıq yeni tip məsələlərə baxırıq. Bu artıq əvvəlki tip məsələdən deyil. Bu yeni tip məsələdir. Burada nədir? Deməli n bərabərdir 5 ABC daxildir n-ə. N bərabərdir 5A plus 3. Bu da bərabərdir 6B plus 4. Bu da bərabərdir 8C plus 6 olarsa m-in ən kiçik qiymətini tapın. Burada nə edirik? Hər tərəfə 2 əlavə edək. Yəni n plus 2 bərabərdir 5A plus 5. Bu da bərabərdir 6B plus 6. Bu da bərabərdir 8C plus 8. Burada nə alındı? Deməli n plus 2 eyni zamanda 5-ə, 6-ya, 8-ə tam qalıqsız bölünür. Deməli n plus 2 bərabərdir əkub 5, 6, 8. Bunların da əkubu nəyə bərabərdir? 5, 6 və 8-in əbubu edir. Burada deməli 6 və 8 də eləyir 24. 24-ü də vuraq 5-ə. 120. n plus 2 bərabərdir 120. M də bərabərdir 118 edir. M-in qiyməti bərabərdir 118 olur. İndi növbəti məsələyə baxaq. Yenə də baxın, eyni tip məsələdir, amma burada interval var. Yenə də nə edirik? ABC daxildir n-ə. N bərabərdir 5A plus 3.
Bu da bərabərdir 6b plus 4. Bu da bərabərdir 8c plus 6. Və m böyüdür 400 olarsa m'in ən kiçik qiymətini tapın. Nə edirik burada? Hər tərəfə 2 əlavə etsək görürük ki, burada m artıq 5-ə, 6-ya və 8-i qalxısız bölünür. Hə, hə. M plus 2 deməli bərabərdir. Məsələn, hər hansı bir x vur, əkob 5, 6 və 8. M plus 2 bərabərdir. Əkob 5, 6, 8 nəyə bərabərdir? Bayaq hesabladıq. Deməli 120 edirdi. 120 edir. 120 x-ə. M də bərabərdir 120x minus 2-yə. Amma m böyüdür 400 olmalıdır. Deməli m də burada ən azı x deməli bərabərdir 4. M də ən azı burada 480 minus 2 478 400 bəli, 478 edir. Cavab edir 478. İndi növbəti məsələyə baxaq. ABC daxildir n. N bərabərdir 4a plus 1. Bu da bərabərdir 5b minus 3. Bu da bərabərdir 9c plus 15. Və m kiçikdir 1000 olarsa m'in ən böyük qiymətini tapın. İndi yenə də diqqət yetirək. Deməli, hər tərəfə 3 əlavə eləyək. M plus 3 bərabərdir 4a plus 4. Bu da bərabərdir 5b. Bu da bərabərdir 9c plus 18. Deməli, m plus 3 burada bərabərdir əkob 4, 5 və 9. 4, 5, 9 vur k. M plus 3 bərabərdir. Deməli, m plus 3 da yazmayaq. Ki, m plus bunu gəlin silək. Qayıdaq bura. Əkob m plus 3 nəyə bərabərdir? M plus 3 şimdi yazdım. Aha. M nəyə bərabərdir? Əkob 4, 5, 9 k minus 3. Və buradan da m bərabər olur. 4, 5, 9. Əkob 4, 5, 9 eləyir. Deməli 4 dəfə 5, 20, 180 k minus 3. Buradan da deməli k burada deməli əgər k qoyaq k 5 əgər olarsa bu eləyir 9 minus 3. Bu da eləyir 897. Cavab eləyir burada. Deməli 897. K-nın yerində artıq biz 6 qoysaq artıq bu 1000-i ötür. Amma 1000-dən az olmalıdır. Ona görə biz burada 5 qoyduq. 9 minus 3 də 897 edir. Növbəti məsələyə baxaq. ABC daxildir n. Yenə də natural ədədlər daxildir. N bərabərdir 4a plus 1. Bu da bərabərdir 5b minus 3. Bu da bərabərdir 9c plus 15. M kiçikdir 1000 olarsa a plus b plus c cəminin ən böyük qiymətini tapın. Yenə də eyni tip məsələdəndir. Hər tərəfə deməli nə əlavə etsək bu qalxısız bölünər. Yenə də 3 əlavə edək. M plus 3 bərabərdir 4a plus 4. 5b bu da bərabərdir 9c plus 18. Burada da bayaqki kimi tapdıq ki, bayaqki məsələ tipindəndir. Burada biz nə tapdıq? Deməli, M 897 olduğunu tapdıq. M bərabərdir 897 olduğunu artıq biz bilirik. A plus B plus C cəminin ən böyük qiyməti lazımdır. Deməli, 4A bərabərdir bir dəfə. Deməli, 4A bərabər olur 896. 5B bərabər olur. Deməli, 900. 9C də bərabər olur
897 minus 15 882. Hı. Buradan A-nı tapırıq. 896-nı bölək 4-ə. Bu 224 etdi. B nəyə bərabər olur? B bərabər olur 180-ə. C də bərabər olur 98'e. A plus B plus C bizə lazımdır. Deməli 224 plus 180 plus 98. Bunları da toplayanda eləyir 502. Cavab eləyir 502. İndi növbəti məsələyə baxaq. ABC daxildir Z mənfi n bərabərdir 4A plus 1. Bu da bərabərdir 5B minus 13. Bu da bərabərdir 8C plus 13 olarsa A plus B plus C cəminin ən böyük qiymətini tap. Diqqət yetirək. ABC burada daxildir. Z mənfi. Yəni mənfi tam ədədlərdir. Mənfi tam ədədlərində ən böyüyü sıfıra yaxın olanıdır. Nə edirik? Yenə diqqət edirik. Hər tərəfə 3 əlavə etsək 4A plus 4 bu da eləyər 5B minus 10 bu da bərabərdir 8C plus 16 eləyər. Deməli n plus 3 əkub 4 5 8 edir. Vur K. Yəni hər hansı bir x-ə vuraq. K yox, x yazıq elə əvvəlki kimi. Bu da eləyir m də bərabər olur əkub 4 5 8 x minus 3. 4 5 8-in əkubu deməli eləyir 40. Deməli m də bərabərdir 40x minus 3. Burada indi x-i m mənfi olmalıdır. Ona görə ki, buradakı ədədlərin hamısı mənfidir. A, B-si mənfi olanda, məsələn, mənfi 1 qoyanda mənfi 3 edir. Mənfi 1 qoyanda mənfi 18 edir. Mənfi 1 qoyanda, yəni bu müsbət edir. Yəni əksəriyyət vaxt deməli bu mənfi olmalıdır da, yəni ABC axı mənfidir. Deməli bu m özü də mənfi olmalıdır. Və mənfi 2 qoyanda mənfi 3 edir. Və bir-birlərinin də bərabər olmalıdır. ABC mənfi olduğuna görə m-i də mənfi götürməliyik. Aha, bunu bildik. Deməli m ən azı nə ola bilər? X bərabəri 0 olanda m bərabəri mənfi 3 olur. Mənfi 3-ü yerinə yazıb, indi burada bərabərlikdən A-nı, B-ni və C-ni tapaq. Görək ödənir, yoxsa ödənmir. Mənfi 3 yazanda mənfi 3 bərabərdir 4A plus 1-dən. Burada elə yazaq. Mənfi 3. 4A plus 1-dən A bərabərdir mənfi 1 etdi. B bərabərdir 2 etdi. Aha. Yəni B əgər 2 edirsə əgər burada, deməli bu ödənmir artıq. B, A, B, C mənfi tam ədədlərdir. B 2 ola bilməz. Buna görə də biz gördük ki, deməli x m-in mənfi 3 qiymətində ödənmədi. İndi x-in yerinə 1 yazaq. Mənfi 1 yazaq. Eləyir mənfi 43. Deməli mənfi 40, deməli 4A plus 1-i indi mənfi 43-ə bərabər edək. 4A plus 1 deməli A bərabər oldu mənfi 11-ə. Eləmi? Bəli. 5B minus 13 deməli mənfi 30. A bərabər oldu, B bərabər oldu mənfi 6-ya. C bəs nəyə bərabər olur? 8C C də bərabər olur mənfi 7. A plus B plus C də bərabər olur
Mənfi 11 plus mənfi 6 plus mənfi 7. Bunları toplayırıq. Eləyir mənfi 18 minus 6 e, mənfi 24. Mənfi 24 elədi. Cavab deməli burada elədi mənfi 24. İndi baxırıq növbəti məsələyə. Yenə də eyni tip məsələdəndir. Yenə də burada z mənfi tam ədəd olmalıdır. Nə edirik burada əvvəl? Baxın, m-ə 1 əlavə etsək, 7a plus 7 alınır, 8b minus 8 alınır. Bu da bərabərdir 12c plus 24 alınır. Deməli, m plus 1 kub 7'ye, 8'e, 12'ye vur k. M de bərabər olur. A kub 7, 8, 12, k minus 1. Ha ha. 24 a kub 7, 8, 12 nə verdi? 8 və 12'nin a kubu 24'dür. 24'ü də vuraq gəlin 7'ye. Deməli eləyir 168 k minus 1. Hı hı. 168 k minus 1. Deməli, indi k-nın yerinə 0 yazanda burada mənfi 1 edir. Yenə də bayaqki kimi, yəni m mənfi olmalıdır. K-nın yerində 0 yazanda m eləyir mənfi 1. Mənfi 1 burada yazanda a mənfi 1 oldu, bu ödəndi. Burada mənfi 1 yenə də yazanda artıq yenə də görürük ki, b müsbət 1 edir. Deməli, ödənmədi. Deməli, yenə də k 0 ola bilməz, yenə də mənfi 1 olmalıdır. Mənfi 169. Mənfi 169 olduğuna görə e, altını aparaq o bir tərəfə. Altını aparsa o bir tərəfə eləyir 100 mənfi 175. Bunu da böləndə 7'ye mənfi 25. A bərabər oldu mənfi 25. B bəs nəyə bərabər olur? 8B bərabər olur. Deməli 161'ə 161 də böləndə 8'ə yox. Səhvim. 8B minus 9'e mənfi 20 edir. Baxın, mənfi 9'dur. Aparırıq o bir tərəfə mənfi 160 edir. 12C də bərabər olur. Deməli 23 144 mənfi 144 də 12'ye böləndə mənfi 12 edir. A plus B plus C'ni tapırıq. Bu da eləyir 32 plus 25 nəyə bərabərdir? Deməli eləyir mənfi 57. Hamısını toplayanda eləyir mənfi 57. Burada deyəsən sonunda bir dənə mexaniki səhv oldu. Deməli 12C burada 12C burada bərabər olur. Mənfi 169 plus mənfi 23.
169 plus 23 192 edir. Mənfi 192. 192-ni də 12-yə böləndə deməli eləyir mənfi 16. Mənfi 16 bunlar toplayanda eləyir mənfi 61. Mənfi 61. Deməli cavab eləyir burada mənfi 61. A plus B plus C bərabərdir mənfi 61. Bəzən mexaniki səhvlər ola bilir. Deməli yenə də baxırıq eyni tipli misaldır. Gəlin bunu da həll edək. ABC daxildir Z mənfi, yenə də mənfi tam ədədlərdir. Deməli M də mənfi ədəddir. Nə edirik? Hər tərəfə biz 3 əlavə etsək ham bölünmə əməli baş verər. 5B plus 15 6C plus 6 M plus 3 bərabərdir. Kub 4 5 6 K M də bərabərdir. Kub 4 5 6 K minus 3 deməli burada 4 və 6-nın əqrəb 12, 12 vur 5, 60 minus 3, 57. 57 yox, 60k minus 3. Burada indi K'nın yerində 0 yazsaq, eləyir mənfi 3 bərabərdir 4A plus 5-dən. A bərabər olur mənfi 2-yə. İndi mənfi 3 bərabərdir 5B plus 12-dən. B bərabər olur 5B bərabər olur mənfi 15-ə. B bərabər olur mənfi 3-ə. 6C plus 3 əgər bərabər olarsa mənfi 3-ə. C də bərabər olur mənfi 2-yə. Mənfi 3, mənfi 2, mənfi 5, mənfi 5 minus 2 mənfi 7. Deməli cavab eləyir burada mənfi 7. Növbəti məsələyə baxaq. Bu bir qədər fərqli məsələ tipidir. Deməli ifadəsi tam ədədlər olarsa x-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Buna aid bir dənə qayda demişdik biz. Əgər ədəd böl x minus məlum ədəd bu formada əgər ədəd deyilirsə, əgər bu tam ədəd olarsa x-in tam qiymətləri cəmini tapın əgər deyirsə, bu zaman surətin tam bölən sayını məxrəyi ki, sıfıra çevirən qiymətə vurmaq lazımdır. Amma burada diqqət yetiririk ki, bunu artıq ixtisar etmək bir qədər qəliz bilən işdir. Nə edirik biz tez? Daha tez bir zamanda həll etməyi əgər istəyiriksə, nə edirik? Budaqlı bölmədən istifadə edirik. Nədən istifadə edirik? Budaqlı bölmədən istifadə edirik. X kvadratı minus 4x minus 176 böl x plus 4. Deməli bu bir dəfə x edir. X kvadratı plus 4x deməli minus 8x minus 176 bu da eləyir deməli minus 8 mənfi 8x minus 32. Buradan da tapılır mənfi 144 deməli bu da eləyir deməli x minus 8 plus yox minus 144 böl x plus 4. Deməli baxırıq ki, baxın, sonda baxın bu alındı. İxtisar apardıq, budaqlı bölmə ilə həll etdik, axırda bu qaldı. Yəni baxın, bu buna bərabərdir. Nə edirik indi biz? Diqqət yetiririk. X minus 8 bildiyimiz kimi bir tam ədəddir. Tam ədəddən də bu x minus 8 x-in ala biləcəyi tam qiymətlər. Onsuz da x-in tam qiymətlərini biz taparıq. Buna görə bu onsuz da tam ədəddir. Tam ədəddən də tam ədədi çıxanda tam ədəd alır.
Deməli biz nəyə diqqət yetirməliyik? Biz 44 böl x plus 4-ün tam ədəd olmasına diqqət yetiririk. Bu da yenə də dediyim qaydaya əsasən sürətin tam bilən sayını məxrəci sıfıra çevrilən qiymətə vurmaq lazımdır. Nə edirik? Sürətin tam bilən sayını tapırıq. Sadə vurğuların hasili şəklini göstəririk. 144 bərabər olur 2 üstü 4 vur 3 üstü 2'ye. Sürətin tam bilən sayı bərabər olur 15 natural biləndir. 30 dənə tam bilən sayıdır. Tam bilən sayı 30, sürətin tam bilən sayı məxrəci sıfıra çevirən qiymət mənfi 4-dür, mənfi 120 eləyir. Cavab deməli burada eləyir mənfi 120. İndi növbəti məsələyə baxaq. X kvadratı minus 6x minus 352 böl x minus 2 ifadəsi tam ədəd olarsa x'in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Yenə də budaqlı bölmədən istifadə edirik. Daha tez bir zamanda hesablayırıq. X kvadratı minus 2x bu elədi mənfi 4x minus 352. Deməli burada da minus 4 mənfi 4x plus 8. Burada da deməli nə qalır? Mənfi 360 qalır. Bunu indi yazaq belə. Bunu da yazaq. X minus 4 plus minus. Yəni də 360 böl x minus 2. Yenə də baxın. Bu x minus 4 onsuz da bir tam ədəd. Tam ədədində tam ədəd çıxanda yenə də tam ədəd edir. Buna görə də bunun 360 böl x minus 2'nin tam ədəd olmasına diqqət edirik. 360'ın böl x minus 2'nin tam ədəd olması üçün sürətin tam bilən sayını məxrəci sıfıra çevirən qiymətə vurmaq lazımdır. %360 bərabərdir 2 üstü 2 vur 2 üstü 2 yox 2 üstü 3 vur 3 üstü 2 vur 5 üstü 1. Sürətin natural bilən sayı 4 vur 3 vur 2 24'tür. Tam bilən sayı isə 48'dir. Sürətin tam bilən sayını məxrəci sıfıra çevirən qiymət 2'yə vururuq. Bu da eləyir 96. Cavab eləyir 96. Növbəti misala baxaq. Oxşar tip misaldandır. X'in 2 tam qiymətində bu ifadəsi tam ədəd olar. Yenə də 2 deməli 2 vur x plus 1 plus nə eləyir? Nə qalır? Burada 15 böl x plus 1. Bu da eləyir 2 plus 15 böl x plus 1. X'in 2 tam qiymətini deməli bu ifadəni bax bu onsuz da tam ədəddir. Tam ədədin üzərində istənilən tam ədəd gələndə tam ədəd edir. Biz nəyə diqqət etiririk? İndi 15 böl x plus 1 tam ədədin olmasına diqqət etiririk. Deməli 15 nədir? Deməli x plus 1 nədir? 15'in tam bölənləri olmalıdır. 2 tam qiymət. 15'in də deməli 15 bərabərdir 3 üstü 1 vur 5 üstü 1 2 vur 2 4 4 vur 2 8 dənə tam böləni vardır. Deməli burada cavab nəyə bərabərdir? 8'ə. 8 dənə tam böləni vardır. Deməli burada cavab nə etdi? Deməli x'in deməli x plus 1'in 8 tam qiymətində ədəd deməli həmin bu 2x plus 17 bölü x plus 1 ifadəsi də tam ədəd olar. Deməli cavab burada nə oldu? Cavab elədi 8.
Aha, bununla da demək olar yekunlaşdıq. Bax, yenə də eyni tip ikisini tam bu məsələnin eynisini onsuz da həll etmişəm. Burada yuxarıda həll etmişəm eynisini. Deməli, bununla da Natural Dry sırf mix səviyyəli yenə də sualların izahlarına baxdıq. Yeni öyrəndiyiniz misal tiplərini qeyd edin. Bunlar sırf mix səviyyəli suallardır. Bunları öyrənin və qeyd dəftərinizdə də hamısını qeyd edin. Belə. Əlavə nəsə bir sualınız da qalsa, rəylərdə qeyd edin və ya WhatsApp nömrəmə yaza bilərsiniz. Əlaqə saxlaya bilərsiniz və sizin suallarınızı mən cavablandıraram. Beləliklə, sağ olun.